61-ci sualda 2x kvadratı çıxılsın 5x plus 1 bərabərdir 0 tənliyinin kökləri x1 və x2 olduğuna görə 1 bölü x1 üstəgəl 1 bölü x2 cəmini hesablayın. Bu kvadrat tənlikdir. Kvadrat tənlikdə A, B və C olur. Həmçinin diskriminant və tənliyin kökləri də olur. Yəni x1 və x2-lər. Bunu x1 və x2-ni biz diskriminantla tapa bilərik, amma vaxtımızı itirməmək üçün qısa bir yol var. Viet teoremi. Viet teoreminə görə tənliyinin köklərinin cəmi, yəni x1 və x2-nin cəmi ortadakının əks işarəsinə bərabərdir. Yəni 5-in əks işarəsi. Burada -5-dir B. Bilirik, -5-in əksi 5-dir. Tənliyin köklərinin hasili isə C-yə bərabərdir. Yəni C-yə. 1-ə. Və bizə şərtdə belə bir şey verib. 1 bölü x1 üstəgəl 1 bölü x2 tap. Burada ortaq məxrəcə gətirə bilərik. x1 və x2-yə ortaq məxrəc elə x1 vur x2-dir. Baxırıq ki, burada x1 var, çatışmayan x2-dir. Digər tərəfdə x2 var, çatışmayan x1-dir. Və x2-ni 1-ə vuranda, x1 də 1-ə vuranda, bunları da toplayanda x2 üstəgəl x1 olur. Və biz şərtdə də tapmışdıq. x1 ilə x2-nin cəmi 5-dir. x1 ilə x2-nin hasili 1-dir. x2 üstəgəl x1-in yerinə 5 yazsaq və x1 vur x2-nin yerinə 1 yazsaq, 5-i də 1-ə bölsək, cavab eləyər 5.